20 yanvara şəhidlik günü demək olar. 2 dəfə biz ildə şəhidlik günü qeyd edirik, bir Aşura günü, bir də 20 yanvar günü. Əslində 20 yanvarda biz bütün şəhidlərimizi anırıq. Şəhidlərə sayğımızı, məhəbbətimizi ifadə edirik. Şəhidlərə verdiyimiz dəyər 20 yanvar günü özünü qabarıq şəkildə göstərir. 20 yanvar günü Azərbaycan xalqının milli azadlıq mücadiləsinin bir zirvəsidir. 20 yanvar günü Azərbaycan xalqı sübut elədi ki, hürriyyət, azadlıq onun üçün o qədər dəyərlidir ki, bu azadlıq uğrunda canından keçməyə belə hazırdır. Ona görə də çox mühüm tarixdir bizim üçün. Və bu günlərdə bizim şəhidlərimiz anılacaq. Anım mərasimləri, şəhidlər xiyabanının ziyarətləri, insanlar gedib ziyarət edəcəklər.